Azərbaycanda iyunun 10-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısa müddətdə az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 20-22 dərəcə isti, gündüz isə 27-32 dərəcə isti olacağı ehtimal edilir. Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22 dərəcə isti, gündüz isə 30-35 dərəcə isti olacağı gözlənilir. Dağlarda isə gecə 8-13 dərəcə isti, gündüz isə 15-20 dərəcə isti olacağı bildirilir.